Aha. Biz dedik ki, while-da bilmirik əməliyyat nə qədər icra olunur, amma for-da bilirik ki, əməliyyat hara qədər icra olunur for dövründə. Bunların yazılış qaydasına baxanda mütləq ki, yazılış qaydalarına fikir vermək lazımdır. While-da yazılanda yazılacaq while. Misal üçün mən ixtiyarı yazıram. Əlbəttə burada yarımçıq bir proqramdır. A məsəl üçün kiçikdir. 7 yazdıqdan sonra 2 nöqtə qoymaq lazımdır. Bu nöqtələr olmadığı halda ümumiyyətlə proqramın gedişatına fikir verin. Bəzi suallar çaşdırıcı ola bilər. İstənilən sınaqda və ya kaotda olsun, başqa bir yerdə olsun. Elə testin özündə də, toplumun özündə də və ya imtahanda da belə tipli sualla bəlkə qarşılaşa bilərsiniz. Hər hansısa bir nöqtə olmaya bilər və sizdən sual görəcəksiniz, cavab var. Amma orada bir error alma ehtimalınız da ola bilər. Ona görə sualın tam ətraflı məzmununa diqqətlə fikir vermək lazımdır. Bu kimi yazılış olsa siz sintaksis error almış olacaqsınız. Ona görə mütləq ki, şərt qoyuldusa while-da 2 nöqtə qoymaq lazımdır. Və bu o deməkdir ki, while nə qədər ki mənasına gəlir ingiliscə mənasını tərcümədə, ingilis dilində nə qədər ki deməkdir. Deyir ki, A dəyişəni nə qədər ki 7-dən kiçikdir, bu dövrə müraciət olunsun. Bu dövrdəki əməliyyat icra olunsun. Artıq dövrün əməliyyatı da while gövdə blokunun altında. Baxın, bu hissədə icra olunacaq. Misal üçün, biz belə bir sadə proqram qeyd eləyək bura. Belə bir sadə proqram qeyd eləyək. Deyək ki, A və B deyirik. Biz bilirik ki, bu iki tərəfli, ikili və ya çoxlu mənimsətmə üsuludur. Çoxlu mənimsətmə üsuludur. AB 4,16 kimi qeyd eləyirəm. Bu deməkdir ki, A-nın qiyməti 4, B-nin qiyməti isə 16 olacaq. While nə qədər ki A-mız kiçikdirsə B-dən, nə qədər ki A-mız kiçikdir B-dən, onda A bərabərdir A-nı vur 2-yə və ya bunu belə də yaza bilərsiniz. Baxın, bu yazılış üsulu da düzgündür. A vurulsun 2. Bu demək ki, A-nı 2-yə vururuq və A-ya mənimsədirik hər dəfə. Bir də B plus bərabərdir 1. Belə yazılış üsuluna qarşılaşsaz, qorxmayın. Bu da eyni tipli yazılış qaydasıdır. Və hər dəfə bu icra olunacaq. Bu icra olunur. Nə qədər ki A-mız B-mizdən kiçikdir, bu icra olunacaq. Və üçündə gəlib A-mız hər dəfə 2 misli artır. B-miz isə 1 vaat artır. Mütləq ki, müəyyən bir hissədən sonra A-mız B-mizdən böyük olmağa başlayacaq. Bəlkə də bərabər olacaq. Artıq bu gedişatdan, proqramın gedişatında görsənir. Və yekunda C dəyişən olsun. C bərabərdir A-nın B-nin cəmini hesablasın bizim üçün. Və print eləsin C-nin qiymətini. C şəklində bizim üçün versin. Gəlin bunu run eləyək. Burada nə xəta oldu? A vurulsun. Belə yazaq onda. A vurulsun 2 şəklində yazaq. B plus bərabərdir. Biraz yanaşı yazaq. Aha, yanaşı yazmaq lazımdır bu yazılış üsulunda. Çünki xəta verməli deyil. Xəta verməli deyil. Sadəcə olaraq biraz yanaşı yazmağa ehtiyac var. Görürük ki, bu şəkildə A vurulsun bərabərdir 2, B plus bərabərdir 1. Qiymət neçə olacaq? 51 olmuş olacaq. Gəlin belə də eləyək uşaqlar. Biz sadəcə C-nin qiymətini çap eləməsin. Belə eləyək. Desin ki, F stringləmədən istifadə eləyək. F stringləmə haqqında danışsaq, deyək ki, F stringləmə nədir uşaqlar? Birdən çox dəyişəni çapa vermək üçün birdən çox dəyişəni həm də onun sətir tipi ilə bir yerdə çapa vermək üçün istifadə etdiyimiz metoddur. F stringləmədə F sətirləmə deyilir. Buna Azərbaycanca adı ingilis dilində F stringləmə adlanır. F 2 dırnaqdan, qoşa dırnaqdan istifadə olunur. Birincidə deyək ki, A-nın qiyməti. A-nın qiyməti. A-nın qiyməti bərabərdir. Burada
bəzəkli mötərizədən istifadə elədik. Bəzəkli mötərizənin daxilində A-nın qiymətini verək. Vergül. Deyək B-nin qiyməti bərabərdir. Bəzəkli mötərizədə B-nin qiymətini verək. Görək neçə qiymətdən sonra keçib A-mız B-mizdən böyük olub. Və bir də yazaq yekun bərabərdir. Nə olsun? C-mizin qiyməti. C-mizin qiyməti. Burada da bəzəkli mötərizədən istifadə etdik. Run etsək, A-nın qiyməti 32, B-nin qiyməti 19, yekun isə 51 olub. Deməli, A-mız 32 olanda gəlib 19-u keçib. Burada /n də yazmaq olar. Görək, burada yazanda xata verməyəcək bizə. /n sətir tipində oxudu deyəsən. Burada da əlavə etsək, eyni məsələdir. Əlavə etsək, görək nə verir. Aha, sətir tipində oxuyur. Bura əlavə etmək olmaz. Eyb yox, qalsın belə. Problem yoxdur. F-stringləmədə biraz /n-də problem olur. Bu şəkildə, yanaşı şəkildə də yaza bilərik. Problemi deyil. A-nın qiyməti 32 olacaq, B-nin qiyməti 19, yekun isə 51 olaraq bizim ekranımızda göstərir. İndi gəlin fərqli bir nümunə üstündə göstərək. While dövründən sonra danışaq for dövrü haqqında. Bir də bunlarda 2 dənə hissədən istifadə olunur. Break və continue. Onlar haqqında da misal nümunələrində sizə göstərərəm. For dövrünə aid də belə bir sadə misal göstərmək olar. For in range. Baxın, for in range nə deməkdir? For in range məsələn 10 olsun. Burada o demək ki, 1-dən 10-a qədər qiymətləri göstərəcək. 10 daxil olmayacaq uşaqlar. 1-dən 10-a qədər qiymətlər odur ki, demək 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bu qiymətləri götürmüş olacaq. Və birinci dövrdə 0-ı götürüb i-yə mənimsədəcək. İkinci mərhələdə 1-i götürüb i-yə mənimsədəcək. Növbəti mərhələdə 2-ni, 3-ü, 4-ü və 9-a qədər bu əməliyyat təkrarlanır. 10 daxil olmur. Sonuncu qiymət daxil olmayacaq. Bunu yadınızda saxlayın. For in range 10 deyək. Hətta burada bir boşluq da buraxaq. Yazaq S bərabərdir 0 yerləşdirək. S bərabərdir 0 olsun. For in range bərabərdir 10. S bərabərdir S plus i şəklində yazaq. Yəni burada 1-dən 10-a qədər ədədlərin cəmini bizim üçün ekranda versin. Print eləyək S. Bu 1-dən 10-a qədər bütün ədədlərin cəmini ekranda göstərəcək. Gəlin, yoxlayaq. 45 qiyməti ekranda əks olundu. Demək biz 0 üstə gəl 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 qiymətlərini toplayanda yekunda 45 ədədini almış oluruq bu şəkildə. For dövrümüzdə əsas işləmə məntiqi budur. Sonra formumuzda belə də edə bilərik. Addımlama üsulundan istifadə edə bilərik. Biz alqoritmlə danışanda demişdik ki, dövrlər modifikasiyalı dövrlərlə də gedə bilər. Modifikasiyalı dövrlər nə idi? Birinci hissə başlanğıc qiymət yazılır. Burada başlanğıc qiymət. İkinci hissədə vergüllə ayrı son qiymət yazılır. Son qiymət. Üçüncü hissə isə stəblərdir. Yəni addımlar olacaq. Addımlardır. Üçüncü hissədə yazılan qiymətimiz. Addımlar. Gəlin burada modifikasiyalı dövrdən istifadə edək və həmin ədədləri müəyyən aralıqda toplayaq. Onların cəmini ekrana verək. S dəyişəninə bir dənə 0 qiymətini mənimsədirəm. S bərabərdir 0. Yazıram for dövrü. For in range. Götürək məsəl üçün 4-dən 15-ə qədər ədədləri 300 addımla onların ekrana cəmlərini çıxardaq. Yəni 4-dən başlasın, sonu 15-ə qədər 300 ədədləri ekranda versin. 4-dən başlasın 15-ə qədərsə, onda nələri vermiş olacaq? 4,
4-ün üzərinə 3 gəlsək 7. 7-nin üzərinə 3 gəlsək 10. 10-un üzərinə 3 gəlsək 13. Artıq biz 13-ün üzərinə 3 gəlsək 16 eləyir, onu yaza bilmərik. Və ya gəlib son 15-də dayansaydı 15 də yaza bilməzdik. 15-dən aşağı olmalıdır. Yəni bunu biz interval olaraq qeyd eləsək, riyazi intervaldan istifadə eləsək. Bu deməkdir ki, biz 4 daxildir, 15 isə açıq interval olmalıdır. Açıq interval olmalıdır. Bu şəkildə o ədədlər olacaq, amma tam bütün ədədlər olmayacaq. 300 addımla olan ədədləri götürəcəyik. 4 götürəcəyik başlanğıc qiymət, ondan 3% yuxarı 7, 3% yuxarı 10, 3% yuxarı 13 qiymətləri bizim üçün ekranda göstərilməlidir. Gəlib sonra bunların cəmini hesablamaq üçün düşməliyik for gövdə blokuna. For gövdə blokunda S-ə əlavə edirik. S plus S bərabərdir. S plus I şəklində yazırıq və print eləyək ki, bu ədədlərin bizim üçün cəmin versin. Gəlin run eləyək. Yekunda bizdə 34 qiyməti ekranda əks olunacaq. Bu şəkildə 34-ü tapmış oluruq. Gəlin fərqli bir dənə misal qeyd eləyək. Fərqli bir dənə misal qeyd eləyək. Amma bunu belə edək. Break və continue üzərində yazaq. Birinci növbədə break və continue nə olduğunu bilmək lazımdır. Break və continue nə üçün istifadə olunur? Baxın uşaqlar. Bizim gövdəmiz müəyyən bir şərti ödəyəndən sonra orada dayanmalıdırsa, burada breakdən istifadə edəcəyik. Amma müəyyən bir şərti ötürmək lazımdırsa, burada continue'dan istifadə olunur. Yəni bunu misal üzərində izah edəcək. Bir dənə for dövrü götürək. For in A qeyd eləyək məsəl üçün. For in A qeyd etdik. Deyək ki, for in yazmayaq daha doğrusu. Yazaq for in range yazaq. Çünki for in A üzərində geçsək siyahılar üzərində getmək lazımdır. Hələ ki siyahıları keçməmişik. Həmin hissəyə toxunmağa ehtiyac yoxdur hazırda. For in nə deyək? For in deyək ki 3-dən başlayaq 10-a qədər qiymətləri bizim üçün versin. 3-dən başlasın 10-a qədər qiymətləri bizim üçün versin. Bu şəkildə 3,10 yazılanda bu demək ki, bir addımla gedəcək. Yəni 3, 4, 5, 6, 7, 8, 9. Artıq burada addım yazmağa ehtiyac yoxdur. Çünki vahiddir. Vahidi yazmağa bilirik ki, ehtiyac olmur. Belə bir durumlarda. Bu riyaziyyatda da belədir. 3-dən 10-a qədər qiymətlər i-yə mənimsədiləcək. Sonra bir şərt yerləşdirək bura. Deyək ki, if əgər i-miz bərabərdirsə 4-ə yox deyək, biraz böyük bir qiymət götürək, 6-ya bərabərdirsə, onda break elə. Bizim üçün nə üçün break eləsin? Yəni, i-miz 6-ya bərabərdirsə, orada artıq bizim for dövrümüz dayansın, dursun. Və print elə ekrana çap ver. Nəyi? Ekrana çapa versin. Burada hətta ədədlərin qoyun cəmini də hesablayaq. S bərabərdir 0 yazaq. Biraz proqramı daha ətraflı qeyd eləyək. Gətirsin bunların cəmini hesablasın. S bərabərdir. S-in üzərinə gəlsin i-ni hətta. 3 olacaq. 3-ün üzərinə 0 gələcək. 3 olacaq. S-in qiyməti. Gətirib if-də yoxlayacaq. Şərt alınırsa i 6-ya bərabərdirsə dayanacaq. Bərabər deyilsə yenidən gəlib for gövdəsi davam edəcək. Bu dəfə 4 qiyməti mənimsədəcək ta ki 6-ya qədər. Və sonunda da S-i bizim üçün çapa versin. Hətta belə də eləmək olar uşaqlar. Belə də eləmək olar. Bir də print versin bizə. Görək hansı qiymətləri bizim üçün ekrana göstərəcək. And odur ki, arasında vergül əlavə edəcək. Qiymətlərin arasında vergül əlavə edəcək. Gəlin run eləyək. Görürük nədən söhbət gedir. Baxaq burada bunu, daha doğrusu bura əlavə eləyək. Bunu ən sonda versin. Hətta burada S-dən qabaq belə də yazmaq olar. Cəm
bərabərdir şəklində qeyd eləyək. Daha səliqələnsın. Vergül. İndi run eləyək. Görürük nə verdi burada uşaqlar. /n daxil etmək olar bu istiqamətdə. /n tamamdır. Run eləyək. Görürük ki, qiymətləri bizim üçün verir. Qiymətlərimiz nə olacaq? 3, 4 və 5. 3 və 4, 3, 4, 5-i bizim üçün ekranda əks olunur. Bir də vergül cəm. Onların cəmi hesabıdır. Hətta bu cəmi silək. Cəm o qədər də bizim üçün iş görmür burada. Əsas məsələ bilək ki, hansı qiymətləri bizim üçün ekranda verdi. Run eləyək yenidən. 3, 4 və 5-i bizim üçün ekranda verir. Görürük ki, 6-nın özünü verməyəcək. Əgər 6-ya bərabərsə, artıq əməliyyat dayanmalıdır. Artıq əməliyyat dayanır, 6-nı ekranda vermir. 3-ü, 4-ü və 5-i bizim üçün ekrana çağırır. Yəni, break odur ki, əgər şərt ödənirsə, həmin hissədə artıq for və ya bunu while-da da tətbiq edə bilərdik. While dövrü, yəni dövr dayanır artıq. Növbəti mərhələyə keçid eləmir. Və bir də bunun continue'su var. Gəlin, indi bunu break əvəzinə continue ilə əvəz edək. Görək, continue'da nə olacaq? Fikir verin. Continue-da isə ödənən şərti keçir. Ödənən şərti ötürür. Bir iterasiya sağa meyillənir və aman dövr davam edir. Fikir verin, 3, 4, 5 daxil olub, 6 bərabərdir deyə, if bərabərdir, if i bərabərdir 6 şərti ödənib deyə, 6-nı ötürür. Artıq breakdən fərqli olaraq burada dövr yekunlaşmır. Davam edəcək. 6-nı ötürür, keçir 7-yə. 7, 8, 9. Və bu şəkildə davam edir. Yəni, bizim continue ilə breakin əsas məsələsi budur. Continue bir iterasiya sağa sürüşür. Break isə avtomatik olaraq əməliyyatı yekunlaşdırır. Əsas fərqlərimiz bundan ibarətdir. Başa düşdüyümü? Bəli.